mən bu dəstəyi hiss edirəm, onu görürəm, ona arxalanıram və xalqın dəstəyi ilə Heydər Əliyevin siyasətini davam etdirəcəm. Azərbaycan xalqı seçki məntəqələrinə gələrək sülhə, əmin-amanlığa, tərəqqiyə, inkişafa, quruculuğa, sabitliyə səs verib. Карабах – это Азербайджан. И восклицательный знак. 2003 ildə prezident vəzifəsinə seçiləndə bizim konstitusiyamıza və müqəddəs Quran-ı Kərimə əl basaraq and içmişdim ki, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağım. Əziz Şuşa, sən azadsan. Və bugün böyük qürur hissi ilə deyə bilərəm ki, Azərbaycan öz istədiyinə nail oldu, tarixi ədaləti bərpa etdi, beynəlxalq hüququ bərpa etdi.